Füzulidir və Füzulidə bəzi belə gördüyünüz kimi yaşıllıqlar var. Səsə baxın. Hər şeyi sizə göstərəcəm. Hər şeyi. Yolda da yəqin ki kəsitlər zatlar gördünüz. Yəni sürdüm biraz amma yenə də buraları göstərəcəm. Bu artıq mənim 3-cü videomdur. Bundan qabaq 2 video daha çəkdim amma telif gəldi. Mahnıya görə. Bu səfər mahnı yox. Sadəcə iç səsi olaraq oldu və bundan sonra isə belə videolarda, yəni vloglarda heç bir şəkildə salam aleyküm zat deməyəcəm, hər kəs salam deməyəcəm, çox da uzanmasın deyə yavaşdan bir çox şeyi göstərməyə çalışacağım. Burası Füzuli vloguna xoş gəlmişsiniz. Abunə olub like etməyi unutmayın. Burada almalar zatlar da var. Alma elə bir ki yiyirsən və böyük bir bostandır. Bunun içində bostan hələ bu bir hissəsidir. Bu hissədən əlavə o tərəfdə daha bir hissə var və bura çəpərlə bağlıdır. Baxın, çəpərlə bağlıdır amma bir tərəfi çəpərlə bağlı deyil. Yəni burada hər yer yaşıllıqdır. Baxın belə, telefon, yəni iPhone zaten olsaydı yaxşı kadrlar, 4K kadrlar, 60 FPS kadrlar elə bilərdim amma maalesef ki 1080 FPS və 1080p və 60 FPS'lik bir videodur bu. Yəni çalışıram heç yerə basmayam və burada itmək də olmaz. Yəni itsən belə yenə də tapıla biləcəksən. Burada hər şeyi sizə göstərəcəm. Hələ buradayam. Yəni deyilməyə bir söz yoxdur da. O qədər yaxşı bir çəmənlik deyim ki. Yəni mən gələcəkdə hətta bu videonu yayınlayıb bitirəndən sonra 1 saat, 2 saat, 3 saatdan sonra təzədən baxacağım bu videoya. Və bir şey deyim ki, bu elə bil ki, bu şeydə vloglarda çalışacağım heç bir mahnı istifadə eləməyim. Çünki mahnı istifadə edəndə telif haqqı gəlir. Mən telif haqqı gəlməsini istəmirəm. Və təbii ki 18 plus şeylər olmaz. Yəni görürsünüz də, mahnı olsaydı yaxşı bir başlığa yaxşı kadrlar eləyə bilərdim amma hələ ki belə. Belə gedir o tərəfə. Bizim də ceyranımız oradadır. Ceyran. Yəni burası çox səlis bir yerdir. Və hətta belə şeylər belə var. Belə ağaclar. Təbii ki bu ağacların kökü 1 əsrə, 2 əsrə, hətta 3 əsrə qədər dayanır. Yəni eşitmişəm burada babam dedi mənə. Yəni biz özümüzdən yaşlılara və yaxud da bizim yaşlı və qohumlarımıza baba deyirik. Burada təbii ki nə yoxdur? Milçək çoxdur burada. Yəni hər şeyi göstərəcəm. Biraz tərcədim amma neysə. Mənim də kombinim budur. Zaten göstərəmirəm. Bu ayaqqabını da belə geymişəm. Orası geyəcəm evə təzən onun üçün. Ev budur. Şahanə bir ev. Qapı oradadır. Hər şeyi sizə detaylıca göstərəcəm və bu videoda əlimdən gələni qədər edit edəcəm. Yəni edit deyəndə yəni montajı yaxşı olacaq. Yəni yaxşı bir kadr. Tut. Bir dakika. Neyse. Başka belə bir şey var amma bilmirəm bu nədir. Bir dənə polnu səs verim və qulaq asın. Bilmirəm amma yaxınlaşıram. Səsə polnu verdi zəqin ki, elə bir səs gəlir buradan. Yəni hətta burada meyvələr də var. Prosto meyvələr çox yetişməyib də, çox da... Ayda! Heç olmaz, heç olmaz. Heç nəyə dəymədim. Aha, baxın. Deyəsən bir dənə meyvə gördüm orada. Da meyvələr çoxdur. Prosto mən meyvə olmayan bir tərəfdəyəm. Və bostanın böyüklüyünü
sizə belə göstərim. O tərəf təbii ki, yaşıllıq gelir. Yəni bura tək bir ərazi deyil. Bu ərazidə bir çox yerlər var və bu ərazilərin də bir çox kaynağı var. Məsələn, yəqin ki, başa düşmədiniz. Başa düşənlər isə yorumlarda özünü bəlli edəcəksin. Mən buradan çıxacağam. Və gördüyünüz kimi. O tərəfdə isə heyvanların yaşadığı bir şəhər deyək. Yəni burada bir xudmani, bir su və davam edirik. Bura Bostanın Səpərli və həyət tərəfdir. Burada Bostan vardır. Və burada bir çox xeyirxah insanlar vardır. Deyəsə ki, bura aradı. Bura Füzuli vloqudur. Füzulidir burası. Və burada mən elə bir ki, qısacası babamın evidir. Qohumumun evidir. Əgər ki, yanmamışam, xayt gedir. Toyuqlar və bizim ceyranımız buradadır. Burada iPhone-um olsaydı həqiqətən bizcə iPhone-dakı olan 4K gözün gördüyü 4K ilə eyni, birəbir eynidir. Və təbii ki, burada qorxmuram çünki İranzaq burada olmaz. Mesela desəydən belə bir şey iyi gəlir. Düzdür, bunu adıma qoymuşdum. Qoymasam da ayağım çatırdı. Prosto hündür olmaq üçün elə ki, mən bu sons belə görürəm. Belə, amma bunu biraz belə görürəm. Yəni onu da görmək lazımdır. Yəni başqa burada sizə yəni video bitməyib. Video heç bir şəkildə bitməyib. Hələ burada meyvə yığılacaq, o olacaq, bu olacaq. Yəni işimiz çoxdur və mən də sizə hər yeri göstərsəm. Hə, indi isə çölü göstərəcəm biraz. Çölü göstərməyəcəm, amma çöl kimi bir bəzi yerlər var. Məsələn, heyvanların olduğu yer. Telefonumun zərifkasına baxaq, 59. Yetərmi? Yetər. Yetməsə, təzən bir zərifkaya qoya bilərəm. Çox güman ki, 10 plus kəsitlər olacaq. Ayda. Bu nə deməkdir? Yəni ki, qısa-qısa videolar olacaq. Bu məndə qaleriyamda haradasa çox belə, elə düşünərəm ki, 60 ya da 30 arası bir kəsitlər olacaq məndə. Dəqiqəmiz neçədir? Hələ 2 dəqiqəyini çatdıq. Maşını biraz pis saxlamışam, amma maşını yaxşı saxlamışam elə bir ki. Suyu görsünüz, su belə gedir. Gəlin dənə sizə belə bir slow motion edəcəm. Görsünüz, belə bir şey. Belə gedir. Buradan belə çıxırıq və İkinci ya da üçüncü kəsitimizi burada bitiririk də. Bir şey bildim. Orada bir qapı var. Düz orada. Ora biz sonra baxarıq sonra. Ceyranımız burada pəncərəsi açıqdır. Burada amma xeyirxahdır və heç bir şəkildə pis bir şey ola bilməz. Belə bir şeydir. Burada balaca bir qız belə var və biz onunla tanışarıq. Uzun bir süre sonra səsləri eşitə mən biraz burada yatıram. Maşında. Biraz yorulmuşam. Qapı da bağlıdır. Bir tane de yoxlayım. Şu pəncərələrin bir hissəsi açıqdır. Və gördüyünüz kimi. Belə. Bu da belə. Mən də sidiniyama baxın. Belə yatıb. Mən də belə bir yastıq. Hani belə babat. Bir dənə gün vurur özümə. Amma o gündə desin yavaş-yavaş batır deyə. Mənə də qoruyor. Neyse dostlar. Mən biraz yatım durum. Ses açarım. Sağ olun. Böyle bir şey. Böyük. Sayın yani eve geldi. Ve eve gələndə maşınla geldi tabii ki. Ve orada da mən yarısını sürdüm ve yarısını da verdim atama. Çünkü mən çox yorulmuşdum. İndi də yorğunam. Ona görə də çox da şey eləyənmədim. Üzürlü sayın. Belə Qanloqu yeni bölümü ilə 28-29, 30-31 arası yayımımızda olacaq. Sağ olun, salamat qalın. Bay bay.